xoş oldu. İlk öncə onu bildirim. Bilmirəm sizin necə deyim, zehninizdə, qəlbinizdə nə dərəcədə bir iz qoya bildim. Əlimdən gəldiyin ən yaxşısını eləməyə çalışdım. Onu da qeyd edim ki, siz mənim ilk 11 buraxılışımsınız və sizi mən heç bir zaman istəsəm bunu da bilməyəcəm. Yaxşısı ilə, pisi ilə oxuyan oxudunuz, oxumayan da oxumadınız. Yəni bunlar oxumaq, oxumamaq, bir insan oxuyar da, oxumaz da, bunlar boş şeylərdir. Əsas, yəni müəllimlər də qeyd elədi ki, yəni bu imtahan, kağız üzərində olan imtahan həqiqətən də elə belə bir şeydir. Vaxt gələcək, tək ki Allah hər zaman sizə, yəni xoş günlər qismət eləsin. O, bəzi çətin situasiyalarda fikirlərin özünün məsuliyyəti var. Hal-hazırda sizin yaşınızın məsuliyyəti sadəcə bu imtahanları keçməkdən ibarətdir və universitetə girməkdən ibarətdir. İnşallah ki, bir müddət keçəndən sonra hər birinizə uğurlar arzulayıram. Mən buradayam bugün, sabah da buradayam. Səhərdən axşama kimi nə lazım oldu, hansı mövzuları başa düşmədiniz Məhəmməd Əli? Dəftər, kitab üstündə qaçma dalınca. Mənə nə qədərsən lazım. 2 dəqiqədən anlat. İngilis dilində çox sadə yanaşırsınız suallara. Belə fikirləşməyin ki, ay bu qədər asan sual salına bilərmi? Bəli, salınır. 9 Mart imtahanını gördünüz ki, nə dərəcədə asandır. Yəni 15 Mart 9 Martdan qanır və kitabçalar bağlanılır. Heç kimin ixtiyarı yoxdur ki, getsin orada kitab sualı dəyişdirsin, kitabçanı dəyişdirsin. Ona görə də zəhmət olmasa suallara diqqətlə yanaşın. Ən azından ingilis dilindən də qrammatikanı yazmağınızı tövsiyə edirəm. Qapalıları yazın, açıqları da köçürdə bilirsiniz, Gerçəkdən zarafat edirəm, yəni köçürməyə cəhd eləyərsiniz birdən. Ən azından yaxın variantlara saxlamayın. Bəli, bildiyinizi də yəni boş saxlamayın. Yenə o görə, məsələn, riyaziyyatdan məsələn, keçən il mənim bacım imtahan verəndə açıq suallarda cavab almamışdı. Sadəcə misalı 1-2 etap keçmişdi və onlara 3-4 bal verilmişdi. Biz gözləmədiyimiz təqdirdə. Bəli, Azərbaycan dili mənə gəlir ki, hər bir tələbənin ən yüksək yıldığı fəndir. Çünki orada sizinki də olmayacaq, sizinki asan olacaq. Bir də Məhəmməd Əli, atmamazlıq eləmə zəhmət olmasa, bal aparmır, gedir o çəkədə 3 dənə sual yazır, gəlir. Vaxtın az var, yazmamıza var. Eşitdin məni, boş gəlmə. Koddaşdır. Hər birini